Keçən il gedə bilmədiyimə çox peşman olduğum üçün ilk gündən biletləri alıb gözləyirəm. Bəli, söhbət qəşəng Şamaxımızın barbekü festivalından gedir. Hər şey çox dadlı görünürdü və ən əsası hər birini çox təmiz, tezliklə hazırlayırdılar və hər stend demək olar ki, ayrı aləmdir. Bir tərəfdə burger, gördüyünüz kimi fərqli təamlar, digər tərəfdə isə şipşirin kənd toyuq abu-havasında bir stend var idi. Bu mənə daha maraqlı gəldi və demək olar ki, yeməklərdən əlavə dekorasiya, təmizlik, abu-hava özü çox önəmlidir. Yəni ki, çoxluğa, növbəyə baxmayaraq hər bir müştəri üçün özəl davranırlar videoda gördüyünüz kimi. Ümumiyyətlə insanlarımızı belə əylənərkən xoşbəxt görmək mənə xüsusi ləzzət eləyir. Hər şey yaxşı keçsə də müəyyən bir müddətdən sonra istər-istəməz insan yorulur və bu da düşünülübdür. Əgər yoruldunuz, səsdən bezdiniz, təbiətə çəkilə bilərsiniz. Burada da əyləşmək, yatmaq, uzanmaq üçün hər bir şərait var. İstər yeməyinizi götürün gəlin, istər gəlin yenə burada əylənin, fərq etməz. Yenə arada bir yağış yağdı, tufana düşdük, qaçdıq belə stendlərə. Festival barədə qısacası mən sevdim. Yenə olsa yenə gedərəm. Burada da gördüyünüz kimi indi əylənmə növbəsi günün əziyyətini çəkən könüllülərdədir.